Səncə bizdən 25 milyard kilometr uzaqda, kainatın dərinliklərində hansı musiqi səslənir? Söhbət 1977-ci ildə fəzaya buraxılan Voyager 1 kosmik aparatından gedir. O artıq Günəş sistemini tərk edib və hazırda insan əli ilə yaradılmış yerdən ən uzaqda olan obyektdir. Bu aparatın üzərində yad planetli sivilizasiyalar üçün nəzərdə tutulmuş qızıl vinil var. Vinilin məqsədi planetimizdəki həyatı, mədəniyyəti və təbiəti onlara tanıtmaqdır. İçinə müxtəlif dillərdə salamlaşmalar, flora və fauna səsləri, həm də 27 fərqli musiqi əsəri yerləşdirilib. Və ən qürur vericisi odur ki, bu musiqilər arasında Azərbaycan muğamı da var. Hal-hazırda arxa fonda həmin musiqini eşidirsiniz. Bu, Kamil Cəlilovun ifasında Çahargah ahəngidir. Bütün bunları öyrəndikdən sonra isə adamın içindən yalnız bir sual vermək gəlir.